Məhsul növ hərəkət icraçının naməlum olduğu cümlədir. Yəni Azərbaycan dilində başa düşmək istəsək, məhsul növ ıl və n idi. Yəni ıl və n şəkilçisi ilə düzələn feilin tərkibində ıl və n şəkilçisi olsun. Məsələn, deyirəm ki, telefon düzəldildi, təmir edildi. Məsələn, deyirəm ki, kompüter alındı. Məsələn, deyirəm ki, sinif təmizləndi. Bax, bu məhsul növdür. Il və n şəkilçisi. Deməli, ingilis dilində məhsul növ necə yaranır? Biz, deməli, məhsul növ testləri normalda 4 formada olur. Birinci tip testlər cümləni məhsul növə çevirin tipli testlər olur. Cümlə necə məhsul növə çevrilir? Deyirəm ki, I cleaned the classroom yesterday. Nə deməkdir? Mən dünən sinif otağını təmizlədim. Biz bilirik ki, cümlədə birinci mübtəda gəlir, ikinci xəbər gəlir ingilis dilində. Üçüncü, o kimi, nəyi, kimə, nəyə sualına cavab verən cümlə özlüsü olur tamamlıq. Bizə lazım olan cümlə özlüyü tamamlıqdır. Cümlədə xəbərdən sonra duran, şəxs bildirən, nə bilim, kimi, nəyi, kimə, nəyə sualına cavab verən cümlə özlüdür tamamlıq. Nə etdim? Təmizlədim. Kim, mən, nəyi, sinif otağını. Classroom tamamlıqdır. Cümləni məhsul növə çevirərkən cümlənin tamamlığı cümlənin əvvəlinə gəlir. Cümlənin xəbəri to be plus participle to düsturuna uyğun yazılır. Baxın, məhsul növün təməli budur. To be plus participle to. Yəni, bütün zamanlar üzrə məhsul növün düsturu bu zamanın törəmələri olacaqdır. Necə? To be-ni dəyişəsiniz zamanlara görə. Cümləmiz indiki zamandadırmı? Siz to be-ni indiki zamanda işlədəcəksiniz. Deyəsiniz, əmiz var. Keçmiş zamandadırmı? To be-ni keçmiş zamanda was were kimi eləyəcəksiniz. Gələcək sadə zamanda shall be, will be kimi eləyəcəksiniz. Keçmişə nəzərən gələcək zamanda would be kimi eləyəcəksiniz. İndiki bitmiş zamanda have been, has been kimi eləyəcəksiniz. Keçmiş bitmişdə had been kimi eləyəcəksiniz. Gələcək bitmişdə düşməz də shall have been, will have been kimi eləyəcəksiniz. Davam edib bitmiş zamanların məhsul növü olmayacaq. Deyək ki, davam edici zamanlarda am, is, are, being. Modeldə being var, ha. Davam edicidirsə, am, is, are, üstə gələk being, üstə gələk participle to kimi eləyəcəksiniz. Keçmiş davam edicidə eyni qaydada was, were, üstə gələk being, üstə gələk participle to kimi eləyəcəksiniz. Gələcək davam edicinin də yəni məhsul növünə baxılmır. Yaxşı. İndi bu cümlənin məhsul növə salaq. Deməli, tamamlığı gətirdiyi əvvələ cümlənin xəbərinin zamanını təyin edirsiniz. Hansı zamanda cümlənin xəbəri? Keçmiş sadə zamanda. Keçmiş sadə zamanda to be nə olur? Was və yaxud were olur, düzdürmü? Bizdə tək olduğuna görə, bəli, burada was olacaq. Cümlənin xəbəri onsuz da participle to formadadır. Qaydalı feil olduğuna görə olur elə cleaned. Yesterday. Cümlə belə məhsul növə düşür. Cümlənin tamamlığı keçir əvvələ, cümlənin xəbəri to be plus participle to düsturuna uyğun yazılır. Cümlənin mübtədası bərpa edilə bilər. Necə bərpa edilə bilər? By sözünüsü vasitəsilə. By me. Amma gördünüz, by I deyə bilmərəm. Çünki mən demişdim ki, feillərdən və sözünlərindən sonra obyekt al işlədin, subyekt al işlədin deməmişdim. Aydındır mı? Yadınızdadır mı? Demişdim, subyekt al ancaq başda ola bilər, amma feillərdən, sözünlərindən sonra obyekt al işlənə bilər. İngilis dilində məlum növ cümlənin mübtədası məhsul növ cümlədə bərpa edilə bilər. Nə ilə? Xəbərdən sonra by sözünüsün köməyi ilə bərpa edilə bilər. Okay. Bu çevrilmədir. Deməli, çevrilmədə, yenə deyirəm, ardıcılığa əsas diqqət edəcəksiniz. To be plus participle to düsturunun gözlənilməsində bir də ən çox çaşdırırlar. Məlum növ cümlənin mübtədası ilə məhsul növ cümlənin mübtədasını eyni yazırlar. Amma belə bir şey olmaz. Onu unutmursunuz. Yaxşı. İkinci növ məhsul növ testləri necə olur? İkinci növ məhsul növ testlərində isə bizə deyir ki, məhsul növdə olan cümləni seçin. Məhsul növdə olan cümləni seçin deyirsə, biz bütün cümlələrdə birinci görəcəyimiz iş nədir? Birinci görəcəyimiz iş to be plus participle to düsturunu tapmaqdır. Həm to be-ni, həm participle to-nu tapmaqdır. Deməli, bir-bir variantları analiz edirsiniz, hansı cavablarla to be plus participle to gəlibsə, onları saxlayırıq. Analizin ikinci mərhələsində nə edəcəyik? Biz bunu bilməliyik ki, əgər bir cümlə sifətlə və yaxud müstəqil forma yelik əvəzliklərindən biri ilə bitirsə, deməli, həmin cümlə məhsul növə düşmür. Çünki bir cümlə sifətlə bitirsə, müstəqil forma yelik əvəzlikləri yadımızda olar. Mine, yours, his, hers, its, ours, yours, theirs. Deməli, bunlardan biri ilə bitirsə, deməli, bu cümlə ismi xəbərli cümlədir. İsmi xəbərli cümlələrində məhsul növü olmayacaqdır. Sonra, bir cümlədə
xüsusilə də bunu onsuz da sual cümlələrində görəcəksiniz. İşarə əvəzlikləri this, that, these, those. İşarə əvəzliklərindən sonra əgər yeri çal və ya article görsəz, bu cümlə məfhum növ deyil. Məsələn deyirəm ki, is this my phone? The phone repaired yesterday. Baxın, is this the phone repaired yesterday? Görün, this-dən sonra the gəldi. Vəssalam. Net. Bu səhvdir. Bu səhv deyil, üzr istəyirəm. Cümlə səhv deyil, amma bizdən soruşur ki, hansı cümlə məfhum növdədir? Bu cümlə məfhum növdə deyil. Çünki tərcümə olunanda bu belə tərcümə olunur ki, bu dünən təmin olunan telefondur. Cümlənin xəbəri telefondur olacaq. Cümlənin xəbəri məfhum növ deyilsə, məzmunda nə olur olsun? Həmin cümlə məfhum növ deyil deməkdir. Yaxşı. Sonra there is, there are-la başlayan cümlələr məfhum növ deyil. Amma mən there is, there are, there was, there were, there have been, there has been və ya bunların sualı was there, is there. Bunlar məfhum növ deyil. Amma çox diqqətli olun. Bax, bu dediyim şərtlərin hamısında bir ehtimal var. Birdən cümlə mürəkkəb cümlə oldu. Mürəkkəb cümlə olsa tərəfləri ayrı-ayrılıqda nəzarət eləməlisiniz. Ayrı-ayrılıqda cümlənin deyək ki, bu tərəfində sifət işlənib, onda qayıt birinci tərəfinə bax. Birdən birinci tərəfində to be plus participle düsturu ödənilər mürəkkəb cümlədə. Yəni ona görə diqqət olun. There is, there are cümləsidir. Birdən cümlənin ikinci tərəfindən məfhum növ olar. Mən sırf there is, there are gördüm variantlar arasında ələdim, belə də olmaz. Yaxşı. Üçüncü və dördüncü tip məfhum növ testləri necə olur? Deyir ki, məfhum növə çevrilə bilən və ya dördüncü tipdə məfhum növə çevrilə bilməyən testləri seçin. Cavabları seçin. Choose the correct sentences which cannot be used in the passive voice, which can be used in the passive voice. Yəni məfhum növdə işlənə biləcək və yaxud məfhum növdə işlənə bilməyəcək cümlələri seçin. Bir cümlənin məfhum növə çevrilməsi üçün birinci şərt budur ki, o cümlənin tamamlığı olmalıdır. Tamamlıq bilirsiniz də, xəbərdən sonra duran şəxs bildirən sözdür. Məsələn, burada classroom şəxs bildirirdi. Nəyi sualına cavab verirdi. Amma tamamlıq yoxdursa, o cümlə məfhum növdə işləməz. Hansı feillər özündən sonra tamamlıq istəmir? Yadımızda qalanları yazacağıq. Məsələn, go tamamlıq istəmir. Come tamamlıq istəmir. Arrive istəmir. Reach istəmir. Catch istəmir. Let istəmir. Məfhum növə çevrilməyən feillərdir bunlar. Məsələn, happen, take place, occur, appear, disappear, cost, başqa nə var idi? Live. Başqa nə var idi? Ən çox işlənənlər, məfhum növə düşməyəcək feillər. İndi açım testə baxdıqca yadıma düşəcək. Məfhum növə düşməyən feillər. Bir dəqiqə bağışlayın. Budur məfhum növ. Aha. Məsələn, bura baxaq. Hansı testlərdə olacaq ki, məfhum növə çevrilə bilən cümlələri seçin, oradan çıxacaq qarşımıza. Bu arada bunlar kitabınızdan 100% bunları əzbərləyin. Çünki siz bəzən tamamlığı tapmaqda çətinlik yaşayacaqsınız da. Biz yəni normalda bunu bilmədən belə, feilləri əzbərləmədən belə siz əslində tamamlığı taparaq da tapa bilərsiniz ki, bu cümlə məfhum növə düşür yoxsa yox. Amma onları əzbərləməyinizə sizin işinizi xeyli asanlaşdırır. Məsələn, baxaq, burada belə qarşıma elə bir feil çıxmadı. Aha, rise. Burada rise var. Bu düşmür. Okay, rise. Sonra start var. Begin var. Bəli. Welcome olur. Welcome, yox, welcome olmaz. Welcome çünki qarşılandı mənasında işlənə bilər. Burada rise feili işlənməyibdir. Lay. Lay uzanmaq mənasında məfhum növə düşmür. Lay uzanmaq feili mənasında məfhum növə düşmür. Yaxşı. Amma biz 100% bu feili əzbərləyək sizə kömək olması tərəfindən. Bir də ki, orada to be-nin ifadələri verilibdir. Ona çox diqqətli olun. Çünki məfhum növə çox oxşuyur. Məsələn, deyir ki, he is interested in politics. Siz də axı to be plus participle to axtarırsınız. Is to be-dir. Participle to da axırında Edward deyirsiniz, bu da participle to-dur. Onda bu məfhum növdə deyil. Çünki to be plus participle to düsturu burada yoxdur. Bu interested burada sifətdir.
Yəni to be-nin ifadələri var ki, onlardan sonra gələn idili sözlər orada sifət funksiyası daşıyır. To be interested in var, to be excited var, to be tired var, to be exhausted var. Bunlar orada var. Mətn növ dərsinin axırında çox vacibdir. Bunları əzbərləsəz sizin çox köməyinizə çatacaqdır. Testi azdır. Cəmi 27 dənə testdir. Mən də sizin cəmi 27 dənə test yazıb gələcəyinizi düşünmürəm də. Fikirləşirəm ki,